Hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz həyat bilgisi 1-ci sinif dərs 3 məktəb qaydaları ilə bağlı olacaq. Məktəbdə əməl etməli olduğumuz qaydalar var, bildiyimiz kimi. Ona görə gəlin ümumi məlumat eləyək. Şəkilləri müqayisə edin. Məktəb qaydalarına əməl etməyə şagirdləri göstərin. Nə üçün belə düşünürsünüz? Aha. Deməli, birincidə hər kəs gördüyümüz kimi uşaqlar məktəb qaydalarına riayət edir. Digərində isə heç bir şagird dərs qaydalarına riayət eləmir. Sadəcə uşaq lövhənin qarşısında olan uşaqdan başqa. Digərləri söhbət eləyir, biri yatır, biri əlini qulağının dibinə qoyub düşünür və s. və s. Müəllimə qulaq asmırlar. Şagirdlər məktəbdə hansı qaydalara əməl etməlidirlər? Bu nə üçün vacibdir? Uşaqlar, birincisi şagirdlər ən birincisi dərsi pozmamalıdırlar. Yəni digər uşaqların haqqına girməmək üçün ən azından dərsdə sakit oturmalıdırlar. Yəni dərsə qulaq asmaq, dərsi pozmaqdan, yəni dərsi pozmaq ən birincisi olmaz. Dərsə qulaq asmaya bilərsən. Bəlkə bu hər hansısa bir sənin hazırdakı vəziyyətinlə, hazırdakı halınla bağlı ola bilər. Yəni qulaq asmaya bilərsən, ola bilər ağrıya bilərsən, qulaq asmaya bilərsən. Bu normaldır. Amma dərsdə səs-küy salmaq, dərsi pozmaq, digər uşaqlara maneəçilik törətmək, bunlar qətiyyən olmaz. Ən birincisi nədir? Nizam, intizam və dərsi pozmamaq. Ən birinci qayda budur. İkincisi, özümüzün inkişafımız üçün tələb olunan müəyyən qaydalar var. Bu, hər hansı bir sualı başa düşmədikdə və yaxud belə deyim, dərslə bağlı hər hansı bir məlumatımız olmadıqda müəllimdən soruşmaq, dərsə qulaq asmaq, tapşırıqlarımızı yerinə yetirmək və bu kimi. Bu bizim artıq gələcəkdə inkişafımız üçün özümüzə belə deyim, investisiya qoymağımızdır. Yəni belə deyim uşaqlar, siz indi onu bilməzsiniz. Yəni gələcəyə özümüzü daha yaxşı şəkildə formalaşdırmağımız üçün. Ona görə nə etməliyik? Dərsə də qulaq asmalıyıq. Belə. Suallara baxaq uşaqlar. Məktəb qaydalarına əməl olunmadığı şəkilləri işarələyin və hər biri haqqında fikir yazın. Aha, gəl işarələyək. Birincisi budur uşaqlar, baxın, deməli, göy xətlə işarələdim. Burada uşaq dərsə gecikib. Uşaqlar, dərsə gecikmək genel olaraq olmaz. Necə? Çünki biz dərsə geciksək, dərsə gecikdiyimiz müddətdə müəllimin keçdiyi dərsi başa düşməyəcəyik. Yəni, o hissəyə qədər olan hissəyi başa düşməyəcəyik. İkincisi, müəllim dərs izah eləyərkən qapının açılması müəllimin və müəllimə qulaq asan uşaqların diqqətinin dağılmasına səbəb ola bilər. Və bu da biz həmin dərsi keçən uşaqla bərabər digər uşaqların da dərsi zəif qavramasına gətirib çıxarda bilər. Bu da olmaz. Aha. Sonra digərləri bunlardır uşaqlar. İşarələdim. Birində uşağın ayağına ayağı ilə zərbə vurur və digər uşaq yıxılır. Olmaz uşaqlar bu. Çünki başqalarının sağlamlığına, fiziki və yaxud mənəvi olaraq zərbə vurmaq, onları zəif düşürmək, onlara güclə hədə qorxu gəlmək olmaz uşaqlar. Biz insanlar, biz şagirdlər hər bir zaman bir-birimizlə yaxşı, mehriban olmalı və digərlərimizlə örnək olmalıyıq. Bunu əsla etməməliyik. Amma indi qırmızı rəngdə şəkilləyəcəyim isə burada artıq bütün uşaqlar sakitcə oturub, əllərini qaldırıb və müəllimin sualına cavab vermək üçün əllərini yuxarı qaldırıblar. Bu, əsl etik və tərbiyəvi xüsusiyyətlərdən biridir. Növbəti sual. Dərsə gecikən zaman necə davranmaq lazımdır? Üzr istəyib içəri girmək, evə qayıtmaq, növbəti dərsin başlamasını gözləmək.
Əslində uşaqlar ən etik olanı üzr istəyib içəri girməkdir. Bunun bir daha təkrarlanmaması üçün əlimizdən gələni etmək və bununla bağlı dostlarımıza və ən başda müəllimimizə söz verməliyik. Yox, əgər bu da alınmırsa və yaxud bizim problemimiz varsa, həmin anda dərsə girə bilmiriksə, təbii ki, növbəti dərsin başlamasını gözləyə bilərik. Amma bu ən son edəcəyimiz bir şeydir. Çünki ən yaxşısı üzr istəyib içəri girməyimizdir. Aha. Gəlin seçək var burada. Məktəbdə tənəffüs zamanı şəkildəkilərdən hansını etmək olar? Tənəffüs zamanı hansını eləyə bilərik uşaqlar? Birinci şəkil. Dərsdən qaçmağı göstərir. Bu olmaz. İkinci, vərəqdən quş düzəldib bir-birimizə fırlatmağı göstərir. Bu da qətiyyən olmaz. Çünki sinif oyun yeri deyil. Yəni, sinifdə oynaya bilərik, amma etik çərçivələr daxilində. Biz sinifdə bilik yarışması eləyə bilərik. Biz sinifdə suallar verib oynaya bilərik, komanda qurub oynaya bilərik, belə oynaya bilərik. Amma bir-birimizə quş fırlatmaq çox ədəbsizlik olar. Üçüncüdə isə bir-birimizə şahmat oynamağı göstərir. Əlbəttə uşaqlar, tənəffüs zamanı bunu eləmək hər bir şagirdin istəyinə, arzusuna və belə deyim, öyrənmək istəyinə bağlıdır. Bunu eləsəz həm özünüz üçün, həm də sinif adına möhtəşəm bir hərəkət etmiş olarsınız. Belə uşaqlar, ümid edirəm bu dərsi bəyənmiş olarsınız və kanala abunə olmağı unutmayın ki, növbəti dərslərdən də zövq alasınız. Sağ olun uşaqlar, yaxşı ki bu dərs həqiqətən keçildi, çünki həm də bu dərs bizə bir çox şey öyrədəcək. Ümid edirəm siz də bu dərsdən faydalanarsınız. Dəstək olmağı və kanala abunə olmağı unutmayın. Görüşənədək uşaqlar, hələlik.